Salam, gəlin bugün ingilis dilində cümlə qurmaq haqqında danışaq. İngilis dilində cümlə qurmağın standart sadə bir qaydası var. SVOPT, yəni SWOT strukturu. SWOT nə deməkdir? SWOT-da S subject, yəni mübtəda deməkdir. V verb, yəni feil, xəbər. O object, yəni tamamlıq. P place, yəni yer zərfi. T isə time, yəni zaman. Zaman bildirən ifadələr, zaman zərfi. Hər zamanmı bütün cümlələrimi bu qaydaya tabe olur? Əsasən, bəli. Lakin ingilis dilində əlbəttə ki, bütün qaydaların, demək olar ki, bütün qaydaların istisnaları da var. Bəzən cümlələr ola bilər ki, tamamilə bu sırayla gedə bilməz. Onlar haqqında da nümunələr göstərəcəm. Sadə cümlələr standart olaraq bu qaydayla irəliləyir və bunlardan ən dəyişməz olanı mübtəda və xəbərdir. Çünki ingilis dilində ümumiyyətlə bütün dillərdə mübtəda və xəbər cümlənin əsasını təşkil edir. Yəni mübtədası və xəbəri yoxdursa bu cümlə tam cümlə hesab olunmaz. Gəlin nümunələrə baxaq. The cat jumped over the fence. Pişik hasardan tullandı. Nə? Pişik mübtəda. Jumped over prepositional, yəni söz önülü xəbərdir. Hər iki söz birlikdə verb hesab olunur. SV. Burada artıq bizim tamamlığımız yoxdur, ixtisardır. Yəni tamamlığımız bu cümlədə tamamlıq istifadə edilməyib. Yer zərfi. Bəli, hasardan, haradan? Hasardan. Burada da P. Davam edək. After the storm ended, the children ran outside. Bu artıq independent və dependent clause mürəkkəb cümlə formasıdır. Mürəkkəb cümlələrdə hər iki cümlə yerlərini dəyişə bilər əksəriyyətində. Məsələn, the children ran outside after the storm ended. Əgər belə olsaydı, vergül qoyulmayacaqdı. Və gəlin bunu hissə-hissə təhlil edək. Mübtəda nə? The storm ended. Xəbər. Hər iki cümləmizin mübtədası və xəbəri olmalıdır. Belə olmadığı halda mürəkkəb cümlə sayıla bilməz. Mürəkkəb cümlə odur ki, cümlənin daxilində iki mübtəda və iki xəbər olsun. Digər tərəfdə də the children, kim? Uşaqlar. Ran outside, çölə qaçdılar. Nə etdilər? Yenə xəbərimiz. Və diqqət edək ki, run outside yenə prepositional verbdir. Söz önlü ifadə, söz önlü xəbərdir, feildir. My brother bought a new laptop yesterday. Qardaşım dünən yeni laptop aldı. Kompüter, yəni notebook aldı. Kim? My brother. Baxın, əlavəsi olan mübtədadır. Mənim qardaşım kimin qardaşı? Təyin əvəzliyi var burada. Bought a new laptop yesterday. Aldı, nə etdi? Aldı, bu bizim xəbərimizdir. Deməli, subject, verb. Nəyi aldı? A new laptop. Nəyi? Object. Baxın, SVO. Nə zaman aldı? T. Yer zərfimiz yoxdur, zaman zərfimiz var. Zaman. Və diqqət edin, burada yenə ismin qarşısında təyin edici söz var, sifət var. Bu haqda da danışacağım. Gəlin baxaq. Although she was tired, she finished her homework. Yenə independent and dependent clauses var bir cümlə daxilində. Və yenə bu cümləndə əlbəttə ki, yerlərini dəyişə bilərik. Əsas və asılı tərəflərin bu mənanı dəyişməyəcək. Və diqqət edək, mübtəda was tired, xəbər. She, mübtəda, finished, bitirdi, xəbər. Nəyi? Öz ev tapşırığını, tamamlıq, SVO, SV. Sadəcə bunlar artıq iki ayrı sadə cümlə olduğu üçün hər ikisində mübtəda, hər ikisində xəbər, hər ikisi eyni SWOT qaydasına tabe olur. The teacher gave the students a challenging assignment. Müəllim şagirdlərə, tələbələrə çətin bir tapşırıq verdi. Subject, mübtəda, gave, verdi, verb.
Kimə? Tamamlıq, şagirdlərə. A challenging assignment, yenə tamamlıq. Nəyi verdi? Çətin tapşırığı. Baxın, burada zaman və yer və zaman yoxdur, lakin 2 tamamlıq var. 2 tamamlıq varsa hansı birinci gələcək, hansı sonra gələcək? Bəzi feillər var, məsələn, gave o feillərdən biridir. Bu cür feillərdə, məsələn, give feilini götürək elə, vermək deməkdir. Kiməsə nəsə vermək deyəndə, əgər şəxs birinci gəlirsə, kimə? O zaman heç bir sözünü işlənmədən həmin insanın adı, məsələn, give her the book. Kitabı ona ver. Heç bir sözünü işlətmədik. Lakin əgər the book, nəyi, bu tamamlığımız əvvəldə gəlsə, hər ikisi gələ bilər. Sadəcə bir fərq onda olacaq ki, give the book, şəxs axırda gəlirsə, to sözünü ilə işlənəcək. To her. Give her the book, give the book to her. Bu cür. Məsələn, give me your papers, give your papers to me. Və s. bu cür. Devam edək. Adding more information. Əlbəttə ki, bayaq bir neçə nümunədə göstərdim ki, baxın, əvvəlində sifət var və yaxud sözünülü ifadədir. Adjective sifətlər əlbəttə ki, ismi təsvir edir. Mütləq isimlə işlənəcək, isimdən əvvəl işlənəcək. Article varsa, article, sifət, sonra isim gələcək. Baxmayaraq ki, article ismə aid olur, lakin sifətdən əvvəl işlənəcək. Daha sonra zərfimiz bilirik ki, feilə aid olur. Feillə birlikdə işlənəcək zərflər. Və prepositional phrases deyilir, sözünlü ifadələr olur, standart ifadələr. Məsələn, birinci cümləmizdə jump over var idi və yaxud get out of something və yaxud get in the car. O ifadələri artıq biz əzbər bilməliyik ki, sözünü harada işlənir, necə işlənir. Daha sonra clauses, yəni əsas və asılı cümlələr, mürəkkəb cümlələrin tərkibində əsas və asılı tərəflər necə işlənir, bunları bilməliyik. Bağlayıcılarla adətən bir-birinə bağlanır. Mürəkkəb cümlənin içərisindəki hər iki sadə cümlə özü swapped qaydasına uyğun şəkildə olmalıdır. The small boy quickly opened the heavy door in the hallway. Baxın, swapped qaydasına uyğun bir cümlədir. Lakin görürük ki, hər bir nitq hissəsi, hər bir cümlə üzvü özü mürəkkəb formada istifadə olunur. Yəni, bir sözdən artıqdır. Article dedik ki, ismə aid olur. Əgər sifətlə birlikdə işlənibsə, article, sifət, sonra isim gəlir. Baxın, ismə aid olan sifət və ismə aid olan article. Quickly opened, cəld şəkildə açdı. Quickly zərfdir, feilə aid olur. Quickly opened the heavy door, nəyi? Qapını. Hansı qapını? Ağır qapını. Yenə sifət ismə aid olur. İsmi təyin edir. Baxmayaraq ki, birlikdə bütöv tamamlıqdır. Lakin yenə də tamamlığımız da isim olduğu üçün ismi təyin edən sifət və article da ondan əvvəldə gəlir. In the hallway sözünülər mütləq işlənir yer zərfində. Yer zərfimiz. Sonra hər zamanmı swapped qaydasına tabi olmalıdır? Əsasən bəli, hər zaman olmasa da əsasən belə olur. Müəyyən zamanlarda dəyişə bilər. Bunlar hansı zamanlardır? Sual formalarında, sual cümlələrində əgər köməkçi feil varsa keçir əvvələ. Köməkçi feil yoxdursa özümüz köməkçi feil əlavə edirik cümlənin əvvəlinə. Məsələn, present simple, past simple və s. kimi cümlələrdə cümlənin içərisində köməkçi feil istifadə olunmadığı üçün biz ora do, does, did kimi köməkçi feillər əlavə edirik cümlənin əvvəlinə. Və yaxud modal feil varsa sual cümlələrində keçir əvvələ. İnkar cümlələrində köməkçi və modal feillərdən sonra not inkar hissəciyi gəlir və s. Əmr cümlələrində də dəyişiklik olur. Əmr cümlələri birbaşa feillə başlayır. Mübtədası olmur. Mübtədası sən olaraq anlaşılır. Yəni sən nəsə et. Məsələn, sit down, əyləş və yaxud
Give your books to me. Kitablarını mənə ver. Və s. Yeni feillə başlayır birbaşa. Mübtədası olmur. İnversiya nədir? İnversiya əsasən baş verir rəsmi və ya bədii dildə, bədii danışıq dilində və yaxud yazı dilində. İnversiya əsasən cümlənin əvvəlində inkarlıq bildirən bir ifadənin əvvələ keçməsi ilə baş verir. Bu zaman köməkçi və ya modal feil varsa o da keçir əvvələ. Yəni cümlə üzvlərinin cümlə içərisində standartdan fərqli şəkildə, yəni normadan fərqli yerdə işlənməsinə deyilir. Never have I seen that before. Normalda necə deyirdik? I have never seen that before. Baxın. I have never seen that before. Subject, have never seen. Verb, that. Object, before, time. Zaman. Mən əvvəllər bunu heç görməmişəm. Lakin biz bunu daha bədii və yaxud daha formal bir dildə vermək üçün inversiya yaradırıq. Never keçir əvvələ və cümlənin əvvəlində inkarlıq bildirən bir ifadə varsa bu zaman inversiya baş verir. Köməkçi feil də keçir əvvələ və olur never have I seen that before. Məna eyni qalır, sadəcə struktur dəyişir. Cümlə quruluşu ilə bağlı hələlik bu qədər. Növbəti videolarda görüşənə qədər bəyənməyi və paylaşmağı unutmayın.